Çox müəllimlərimin yaralı yeri olan tərs trigonometrik funksiyalar Naxçıvanda düşən sınavda, ARTİN sınavındakı suallardan biridir. Bu da müəllimlər. Deməli, burada arc sinus, kosinus deyir, elə deyilmi? Birincisi, baxın müəllimlər, kosinus funksiyasını, bir dəqiqə bunu yandırın, bu niyə belə oldu? Kosinus funksiyası sinusa çevirmək lazımdır. Yəni kosinus 8-i arc sinus yazacağım, arc sinus, sinus yazmalıyım da bunu. Kosinus 8 funksiyası çevirmədə biz bilirdik ki, pi bölək 2-də ad dəyişirdi, elə deyilmi? Onun misillərində, 2pi misillərində, pi misillərində. Baxın, kosinus 8-i yaza bilərəmmi? Sinus 90 çıxılsın 8 kimi. Həqiqətən də 90-da sinus adın dəyişir, olur kosinus. Birinci rüb bucağı olduğuna görə işarəsini dəyişmir. Amma 8 burada radiyandır. Yəni 3,14 kimi nəzərə alın və yaxud da dərəcəyə çevirsəz 57,4-ə vurmaq kimi nəzərə alın. Yaxşımı? Yəni bu artıq burada öz təyin oblastından çıxacaq. 8 radian təqribi 2,5 pi-yə bərabərdir. 2,5-i də vursaq 3,14-ə böləcək 7,84. Ona görə mən birinci bunu sadələşdirməliyəm. Demişdik ki, kosinus 8-i biz necə yaza bilirik? Kosinus da bilirik ki, 2pi-nin misillərində olur. Və müsbət olduğuna görə, 0 ilə pi arasında qiymət aldığına görə biz bunu məcburuq. Həm müsbətini götürək, burada rübün bir önəmi yoxdur. Həm də 2pi-nin misillərini, yəni 8 minus 2pi kimi yazsaz, baxın, 8-dən 7,84 çıxsaq, artıq gəlir bu aralığa düşür. Ona görə bu şəkildə yazandan sonra çevirmə düsturundan istifadə edə bilərik. Yazarıq bunu kosinus pi bölək 2 minus 8 minus 2pi. Artıq burada nələrsə eləmək olar. İndi bunu da biraz sadələşdirsəz ümumilikdə olacaq kosinus. Kosinus zaten adını dəyişdi, oldu sinus. 5 pi bölünsün 2 minus 8. Yəni arc sinus olduğuna görə burada sinuslar bir-birini aparacaq. Cavab qalacaq B variantı.